Herkese salam, mən Elvina. Qanun Nəşriyyatının YouTube kanalına xoş gəlmisiniz. Bu gün sizlərlə Qanun Nəşriyyatının Yay Kitab Festivalındayıq. Gəlin görək oxucular nə oxuyur, bu ilin trendləri nələrdir və Azərbaycan oxucusu nələrlə maraqlanır. Salam. Bu gün bura nə üçün gəlmisən? Kitab almaq üçün. Almısan kitab? Hələlik fikirləşirəm, elm haqqında kitab almaq fikirləşirəm. Aha, ən çox hansı tip kitablar oxuyursan? Həmişə fərqli olur. Ən son hansı kitab oxumusan? Thomas Olenik kitabı. Hansı kitabları almaq istəyirsən? Bilirsən adlarını? Hələ ki yox. Tamam. Çox sağ ol. Sağ ol. Bugün hansı kitabları seçmisiniz? Mən uşaqla bağlı kitablar seçmişəm. 2 dənə balaca övladım var, onlara maraqlı. Hansı kitablardır? Göstərə bilərsiniz Əhməd oğlum? Bunu heç rəfiqəmə hədiyyə almışam. Yol polisi, balaca hekayələr, sonra Kameraya göstərə bilərsiniz. mənim ilk şeirlərim, Dünyada Gülmək, Anadolu nağılları birində hədiyyə götürmüşəm. Sonra orada bütün uşaq kitablarından demək olar götürmüşəm. Əyləncəli sağlamlıq, sonra sağlamlığın sirləri, dünyanı tanıyan, kodlarla tapşırıqlar, oxumağı öyrənə bilək. Əlasız. Bəs özünüz üçün burdan kitab seçsəniz, hansı kitab olardı o? Özüm üçün seçsəm təbii ki, psixologiya, inkişaf bu üzrə kitablar olardı və yaxud da detektiv janrı Agatha Christie. Sərgimiz haqqında ümumi olaraq nə düşünürsüz? Çox maraqlıdır, faydalıdır, hamıya yararlanmağı. Özüm də paylaşmışam hətta storyimdəki kimin məlumatı yoxsa gəlsin yararlansın. Çox sağ olun. Siz də sağ olun. Ən çox hansı janrı oxumağı sevirsiniz? Сейчас летом, конечно, хочется читать что-то более легкое, например, детективы или как детективы Муршида Мехди, или, например, что-то романтическое. На пляж я возьму с собой Колин Гувер, что-то из Буктока и почитаю для настроения. Çox sağ olun. Sevimli müəllifiniz kimdir? Мне очень нравится современный автор, которого зовут Муршид Мехди. Он автор детективов, и он пишет на азербайджанском языке очень увлекательные книжки. Поскольку я изучаю азербайджанский язык, я пытаюсь учить его в том числе по книгам Муршида Мехди. Oxucularımıza rus dilində hansı kitabları tövsiyə edərdiniz? Да, я как раз здесь нашла книги на русском языке, что меня очень радует. Есть такая прекрасная писательница Ася Лавринович. Она пишет для школьниц, для девочек. И это, я считаю, самый лучший подарок на каникулы. Девочки от 12 до, может быть, 15 лет, которые хочет начать читать, которые хочет увлечься книжкой. Вот. Очень легкие, романтические, милые истории, и я знаю, кому я это подарю. Обязательно подарю это своей племяннице. Salam Fatirə xanım. Təşkilatçılardan biri olaraq nə düşünürsünüz? Necə hazırlandınız bu prosesə və proses necə gedir? İstədiyiniz kimidir nəticələr? Əvvəla salamlayıram hər kəsi. Bugün bizim tədbirimizin, sərgimizin ilk günüdür və düşünürəm ki, hər şey çox gözəl gedir. Hər kəsi gözləyirik və ən əsası bizim burada musiqi proqramlar olacaq. Sadəcə düşünməsinlər izləyicilərimiz ki, gələcəklər, kitabları alacaqlar, gedəcəklər. Təbii ki, bu özü də gözəl bir prosesdir, kitablarla vaxt keçirmək. Amma biz əməkdaşlarımızla bərabər gözəl musiqi ifaları ilə, rəqslərlə, hətta teatral ifalarla oxucularımızı qarşılayacağıq və onlar mən əminəm ki, kitabla bağlı xəyallarında mühüm bir yerə qoyacaq qanunun bu dəfəki sərgisini. Ona görə məncə hər kəs gəlsin. Çox sağ olun. Sağ olun, təşəkkür edirəm.
Salam. Hansı kitabları almısınız sərgidən? Mən bir neçə kitablar aldım. Burada çox Henry Kissingerlə bağlı kitabdır. Henry Kissingerin diplomat əsəridir, strateji vizyonudur. Onları əvvəllər oxumuşdum, amma bu süni intellektlə bağlıdır. Son demək olar ki, qlobal tendensiyalarda çox önəmlidir. Orxan Pamukun Qar Mənim Adım Qırmızı, Məsumiyyət Muzeyi, onlar bilirsiniz, çox məşhurdur. Amma beynimdəki qərbəlik yoxdur, onu aldım. Bir də Stalinlə bağlıdır. Stalin son günləri burada çox bilirsiniz ki, diktatorların son günləri həm maraqlı olur, həm də hökumətlə tarixi rakurs baxımından çıxarılan çox maraqlı dərslər var. Və əlavə olaraq Cəmil Həsənin İranın neft kölgəsində kitabı var. Və bu da bunu da bəyəndiyim kitablardan da bilirsiniz ki, geopolitik, ekonomik vəziyyət baxımından neft çox ciddi faktordur. Həm iqtisadi münasibətlər sistemi baxımından, həm də siyasi münasibətlərdə çox mühüm faktor olur. Ona görə də geopolitik reallıqları başa düşmək baxımından təbii ki, retrospektiv, keçmişə dönüş baxımından bu da mənim üçün çox önəmli kitablardan biridir və digərlər kitablara deyə də baxmaqda davam edir. Ümumiyyətlə gənclərimiz üçün daha bilgili, daha dünya görüşlü olmaqları üçün hansı tip kitabları tövsiyə edərsiniz oxumağı? Təbii ki, gənclər üçün daha çox şəxsi inkişaf, motivasiya kitabları önəmlidir. Yumşaq bacarıqlar, soft skills, liderlik keyfiyyətləri, kommunikasiya keyfiyyətləri, ünsiyyət bacarıqları. Bunlar çox önəmlidir. Bu başqa bir bölmədədir. Demək olar ki, orada Brian Tracy'nin bütün əsərləri orada mən gördüm. Napoleon Hill, 21-ci əsrin ağlı və çox olduqca maraqlı kitablar var. Gənclər üçün daha çox tövsiyə olunan kitablar məhz şəxsi inkişaf, motivasiya kitablarıdır ki, indi hazırda hamının demək olar ki, stolüstü kitablarından biri Brian Tracy'nin əsərləridir. Ona görə də o kitabları da orada gördüm. O kitabların qanun nəşriyyatında çapıldığını demək olar ki, hamısını oxumuşam, istisnasız olaraq. Daxili intizamın gücü, xarizma nədir, o qurbanıya və s. Bunlar çox gənclər üçün əslində olmazsa olmaz stolüstü kitablardan biri olmalı. Amma digər təbii ki, hər gün qanun nəşriyyatı demək olar gündə bir kitab çap edir. Ona görə də bu prosesi daim olaraq, kitab trendini daim olaraq izləmək baxımından qanunun demək olar ki, bu işdə apardığı bir avangard bir fəaliyyət var. Bunu təqib etmək lazımdır. Gənclər üçün bu xüsusiyyət tövsiyə. Çox sağ olun. Xoş mütaliələr arzu edirəm. Salam. Salam. Oxucularımıza hansı kitabı tövsiyə edərdiniz ingilis dilində? In English, my favorite book is this, Sapiens, because it tells about the complete history of humankind, how humans evolved, about the revelations, the educational revelation. I believe this is the best book. Everyone must read it, and they should and in the end of the book, the author also asked that, are we a danger for our planet now or before previous the humankind in the beginning? Are we going to be again that kind of humankind again or no? So you must read this book. This is the bestseller, I believe. Çox sağ olun. Thank you. Salam. Sərgi sizin üçün necə keçir? Çox xoş keçir. Hələ ki birinci günümüzdür, amma çox fəaldır hamı, çox tələb var, istek var. Biz də xoşumuza gələn yeri işləyirik. Şənə eləyirik. Çox maraqlıdır. Həqiqətən kitab sevərlər və həqiqi kitab sevərlər var və çox maraqlıdır. Yəni onlara kömək etmək, onlarla işləmək və Hal-hazırda nə edirsiniz? Hal-hazırda elə müştərinin sifarişini hazırlayırıq. Bunların hamısı müştəri sifarişi. 4 ədəd kitab var burada, hamısı birlikdə və biz də onları axtarırıq. Aha, əla. Ən çox oxucular hansı kitabla maraqlanır? Ən çox Gülüstan İrəmi eşitmişəm. Onu mənə istəyirlər, elə indi də istədilər. Sonra daha çox başqa Azərbaycanın qədim tarixi ilə bağlı kitablar daha çox satılır və eyni zamanda tələbat da çoxdur onların. Bəs siz özünüz necə kitab oxumaqdan razı necədir? yaxşıdır. Elə ona görə də həmin burada könüllüyə fəaliyyətə istəmişdik. Burada olmaq da bizi sevindirir.
Mən də kitab oxumağı eyni zamanda çox sevirəm. Həqiqətən çox maraqlıdır və buradakı kitablar insanı daha da valeh eləyir. Kitab oxumağa təşviq eləyir. Çox sağ olun. Adama elə gəlir ki, şəhər boşdur, yay aylarıdır. Hər kəs istirahətə gedibdir. Amma hər kəs unudur ki, kitabsız istirahət mümkün deyil. Mən sevinirəm ki, insanların kitaba belə ehtiyacı var və onlar bizim çağırışımızı eşitdilər və bu qədər insan gəldilər. Sabah, bürsün daha çox adamlar olacaq. Bizim də kitablar bəs qədərdir. Düzdür, bəzi kitablar məhdud saydadır. Amma sizin hamınızı dəvət edirəm. Sabah, bürsün və digər iş günləri də bizim sərgimiz 10 gün ərzində davam edəcək burada. Hatırladıram ünvanı Tbilisi prospekti 76. Səhər saat 10-dan axşam saat 8-ə qədər mən də daxil olmaqla qanunun bütün əməkdaşları yolunuzu gözləyir burada. Buyurun, gəlin. Və beləliklə biz bir videonun daha sonuna gəldik. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Bu tip videoların daha çox gəlməsini istəyirsinizsə YouTube kanalımıza abunə ola bilərsiniz və bizə dəstək üçün videomuzu bəyənib rəy yaza bilərsiniz. Çox sağ olun.